Gəldik elə bir fəlsəfənin içinə çıxdıq. Gəldik elə bir fəlsəfənin içinə çıxdıq. Min illər ki, şərqin dəyərlərini tənqid eləməyə başladıq. Keçmişdə hər şey pis olubdu. İndi hər şey yaxşıdır. Elm yaxşıdır, din pis olubdu və bütün bu dəyərləri özümüzdən çox uzaqlaşdırdıq. Amma eyni zamanda buna da bir legitimlik qazandırmaq üçün uşaqlara başladıq çox qayğı göstərməyə. Uşaqlar hiss elədilər bunu. Uşaq olmasın, bir köpək belə hiss eləsə ki, evdə nəfsli varlıq, yəni hər kəs onun nazı ilə oynayır, tirana dönəcək. Uşaq da elə tiran oldu evdə, monstr oldu. Doğmayaydınız, dünyaya gətirməyəydiniz, məni istədiyim səviyyədə yaşada bilməyəcəkdinizsə, diktatora dönür uşaq. Müəyyən yaşdan sonra, məsələn, keçmişdə uşaqla nökərlə davranan kimi davranardılar. Onun ruhu üçün çox gözəl idi. Xidmət eləsin, böyüklərə xidmət eləsin, egosunu əritsin, sağlam böyüsün.